Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ba'd. Enes bin Malik radıyallahu anh demiştir. Bir gün Allah elçisi sallallahu aleyhi ve sellem yanımızdayken yuxuya getmişdi. Sonra gülümseyerek başını kaldırdı. Biz dedik, səni güldürən nədir ey Allahın elçisi? Allah Resulü indicə mənə bir surə nazil oldu deyərək bu ayələri oxudu. Mərhəmətli, rəhimli Allahın adı ilə. Həqiqətən biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs. Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur. Sonra Rasulullah buyurdu, Kövsərin nə olduğunu bilirsiniz? Biz dedik, Allah və onun elçisi daha yaxşı bilir. O dedi, o, Rəbbimin Azza və Cəllə mənə vəd etdiyi, içində çoxlu xeyir olan və qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. Ətrafına düzülən qədəhlər ulduzların sayı qədərdir. Onlardan, ümmətimdən, bəzi qullar çıxarılıb kənarlaşdırılacaqlar. Mən də, ey Rəbbim, onlar mənim ümmətimdəndirlər, deyəcəyəm. Allah Azza və Cəllə buyuracaq, sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər. Allah Azza və Cəllə bizləri o hovuzdan uzaqlaşdırılan qullardan olmaqdan qorusun. Allahümmə əmin. Subhanəkə Allahümmə və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.